Bu mənim qohumumda, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Hamıya salamlar dostlar. Bilirəm yəni çoxdan TikTok reaksiyalar falan gəlmirdi kanalımızda. Bu günlərdə belə bir qərara gəldim ki, həmişəki kimi TikTok videolarını sadəcə olaraq yəni izləməyəcəm də. Hətta izləyib sizin kommentlərdə oxuyacağam. Mənim fikrimcə maraqlı olacaq. Belə deyim də, yəni bəsdə ancaq mən sizi güldürən bərəm ki, siz də məni biraz güldürün. Nəysə, deməyim odur ki, hər 10.000 like yığdıqca video, yeni video paylaşacağam. Çünki ölkədə tema bitmir. Yəni özünüz bilirsiniz ki, gündə bir dənə temadır, bir də ağsaqqal kişidir, bir də ekrana qoymuşam. Nəsə qısa konkret necə olacaq sistem? Gəlin sizə baş salım. Deməli mən videoya baxıram məsələn və burada bir dənə düymə düzəltmişəm kompüterdə. Ştoba tez-tez video paylaşam. Belə basıram, komment açılır. Yəni sırası biz kommentlər oxuyuruq, gülürük falan. Nəsə əyləndirik. Hamı öz fikirlərini kommentdə yazır. Videonu like edir ən əsas, abunə olur kanalıma. Qısaca deməyim odur ki, hər gün mən video paylaşacağam. Çünki nəyə görə? Məntiqlə belə baxanda mənim videom günə 10.000 like yığır. Yəni mırta yığır. Yəni sizin sayənizdə. Ona görə gəlin uzatmadan başlayaq. Qaqaş yazmışı. Vaxtdır həmişə Murad. 408-dən like var. Mən üstə maraqlıdır ki, bir dənə kommentlərə baxaq ki, nə yazdılar sanla. Mən bunun müştərisi olmuşam. Bakının bəlkə də ən yaxşı bərbərlərindəndir. Əl işi mükəmməldir. Spor eləmərəm, yəni əl işi məncə də mükəmməldir. Qayıtçı ilə oyun çıxardır, qaqaş, Allahın da olsun. Keçən növbəti video. Bu nədir? Rəhmətli elə bir sual veriblər, tapa bilmir. Allah'ım qırmaq günahımdan keçsin Allah. Abi Allah rəhmət eləsin. Belə şey niyə paylaşırsın hala? Allah. Sanla günahımdan keçsin qırmaq. Bilin. Kommentdə nə yazıblar? Allah rəhmət eləsin daya, bu emoji yoxşur. Hala. Abi bizimkiler temadı Qur'ana. Abi belə şey olmaz ya. Belə şey paylaşmır özüm. Biz indi görüb paylaşırıq. Bu mənim qohumumda, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah ki. Üzülürsə biraz. Ay bilə. Gözlümdən sən. Ha biri düz yazıb. Yazıb ki vallahi düz deyir. Rəhmətə getmiş. Biriyle məzələm. Ay belə. Qaqa belə şey olmaz ya. Ay belə. Biri yazıb ki xəcalətindən öl. Nasıl canım bunu bağlayaq. Mən həyatımda yəni bu qədər video paylaşmışam. Ya reaksiya videosu. Heç çox belə gülməmişəm. Özüm ölüm boğazımdakı damar bile ağrıdı. Allah günahımdan keçsin Allah. Belə videolar paylaşmayın ha. Bir dənə komment oxuyaq. Bu arada yəqin ki bir çoxunuz hiss eləyib ki, bütün blogerləri qırmışam. Açığı belə deyim, YouTube'da 2 nəfər qalıb. Biri John idi, bir də mən. Sizdən də xahişim odur ki, yəni bizi maksimum dərəcədə dəstəkləyəsiniz. Mənim də kanalıma abunə olasınız. John'un da aşağıda kanalını qoyacağım. Keçin abunə olun əgər olmayıbsınızsa. Belə deyim, yəni ilə belə məqsədimiz odur ki, YouTube'u darmadağın eləyək. Yəni konkret görəsiniz ki, hər gün video paylaşırıq. Bu arada bir də video dedim yadıma düşdü. Yəqin ki xəbəriniz var da, yəni canlı yayımlar açıram Kikdə, amma nə üzrə 3800 abonem var. Yəni YouTube'da 1 milyondan yuxarı abonem var. Amma burada 3800. Çünki çox adamın başı çıxmır Kikdən. Deməli dostlar, mən burada canlı yayımlar açıram, pul paylayıram. Sonra burada oyunlar oynayacaq canlı yayımda. Sonra sizi də qoşacağam, bir yerdə canlılar açacaq falan. Sizdən xahişim odur, link aşağıda bərkidəcəm. Keçin Kikə abunə olun. Gəlin bir yerdə yoxlayaq ki, bu videodan sonra Kikdə nə qədər abunemiz olacaq. Hal-hazırda 3800 nəfərdir. Elə bil poxla çəkiblər saqqalını. Ha gözlə, bu nədir ha? Elə bildim saqqaldı, özüm ölməm birinci. Qaqaş, bu nədir sən Allah belə? Bir də kommentlər oxum, mənim kommentlərim maraqlıdır. Maşallah, bunda qulaq burun cəhətdən bolluq. Ha belə şey lağ eləmin ha. Vüsalı stili. Bunu kim aldı? Bunu kim aldadı biz? Sən öyle aldadım. Qaqa, get sanlı üzvüyü. Üzvü 40 demiram, üzvüyü də ya. Həqiqi yəni niyə seriozdur? Bu nədir belə? Bu sən Allah. Ya sən də elə bilirsən ki, bu qəşəng görsər. Nəm sən bəlkə aldadıblar. Kasıbın Çağayev özdə.
Sanlı nə yazıblar bir dənə baxaq. Yeganə idman müəllimdir ki, nə etdiyini özü də bilmir. Elə şey demin, nə də olsun müəllim işdir də, gör çalışır. Sonra nədir? TSK-dır qaqan, nə? TSK-dır. Bu uşağın buraxılış işli 100% kimin almadı? Elə maşın satır qaqaş, düz deyir. Çapay. Çapay valla yox. Kətdən avada getmir, uşaq tapılmır. Nə yaz başa düşmədim heç. Bir dənə özü yaşlı tələbəsi yoxdur. Tema ses zalla. Ay belə Temo'dan gələn Çağayev. Ala yenə bu. Bu sən öyle bir yarışa hazırlaşır. Döyüşəcək abi. Nə yazıblar? Ala girdi suya, poxu çıxdı. Qaqa bizə niyə naz edirsən, nə qarmışıqsa? Qaqa vaxt eləmişək. Qaqa neçə çıxırsan? Ki komentlər oxuyasanlar. Gül kimi uşaqdır, prosesu görəndə özünü apara bilmir. Qaqa uçenik götür mənim mən də. Hamısı vaksının boxudur. Titanic bu battı. Ay belə. Aziz teması Allah'ın. Hamı pisləyir, hamı qınıyır. Hamı mələ salıb lağ elir. Sizə fikir verin də. Görün nə tərbiyə. Suya xələtlə gedir. Bunun yenə videosu var bir də. Atıblar. Bayqaranın sırf qayçısı. Mənim bu maç öldəvirəsiz. Sən deyirəm 4500'lük qayçı, 4500'lük. 4500'lük qayçı kimə lazım salla. Bərbərsən, dala gəlirəm saçımı qır. Tema deyil mi? Yenə başladı. Bu xəstədir Allah haqqı. Bu nə edirsən Allah? Bir dənə kommentlər oxuyaq. Qızınla vaxtın maqnitə yapışır. Həqiqi maqnitə yapışdı ki. Fikir vermədim. Qaqa zor yazmır. 280 izləmə bəyənim. Qaqa necə gəlin olmusan? Düz əməli yazın deyə oxumaq da olmur. Gör qaqa şunu yazıb. Qaqa necə ayın gelini olmusan? Yaxşı. Qaqa hardan öyrənmirsən üzünə sürtməyə? 12 minlik qızıl qayçı götürəcəksən. Teması ya Allah. 12 min manatdır. Mən də qayçıya versəm mən də onunla eşq yaşayaram. Düz deyir. Qaqaş bu nə idi ha? İndi fikir verdim. Bir dənə diqqətlə videosuna baxın. Bir dənə əl hərəkətlərinə baxın. Sizə tanış gəlir hansı oyundan? Baba. Counter Strike. Sağ ol sən canavar. Ayom məncə bu güclü oyunçudur. Allah mamalara can sağlığı versin. Olmayanlara da Allah qismət eləsin mamanı. Amin. Allah mamalara can sağlığı. Bu xəstədir buna danış. Olmayanlara Allah qismət eləsin nədir? Allah bu gücdür ya Allahın da. Cibdən kommentlərə bax ha. Estağfurullah. Bunun bir dənə də videosu var, gəlin baxaq. Bunu kim reklama çağırır? Mən çatmır Allah'ın da olsun. Özü Beluga reklamına. Tema değil mi Məhəmməd? Keçlə bazarı Şərurdan Elsəvərin yeridir. Qısaca buradan bütün Şərurlara salam olsun. Mən də Şərurdanam qısaca. Bir tərəf Sədrəkdir, bir tərəf Şərur vəbşim. Bütün Naxçıvanlara eşq olsun falan. Nəsə də vəbşim başa düşdünüz. Aqronlu bilin salamlar Moskvadan. Gəlin indi bunun kommentini oxuyaq. Sən deyən çox kommenti yoxdur. Bu qan ağzına olsa reklam edir. Gəlin bu videoda dayanaq elə. Heç bu videonu qoşmayacağam. Bugünkü video dostlar qısa olacaq. Nəyə görə? Çünki həqiqətən mən test edirəm ki, görəsən belə videolar sizə xoşuna gəlir yoxsa yox. Əgər xoşuna gəlirsə bu videoya like edin və kanalımıza abunə olmağı unutmayın. Və kommentlər çoxlu yazın. Yazın ki, məsələn bu videonun davamı gəlsin. Əgər çoxlu yazsaz, çoxlu like eləsəz videonu, hər gün belə video paylaşacağam. Hər gün saat 8-də Azərbaycan saatı ilə belə videolar sizin qarşınızda olacaq. Elə bir yerdə deyib güləcək tema. Tema qurtarmırdı, yəni açığı deyək. Sizdən xahişim odur ki, dəstəkləyəsiniz. Onsuz həmişə dəstək olubsunuz ki, milyondan yuxarı abunəmiz var. Sadəcə olaraq bizə biraz da təkan lazım ki, biz hər gün video paylaşaq. Öpürəm hamını. Çox sağ olun ki, bura qədər izlədiniz. Çünki hamı bura qədər izlənmir nə də olsa. Belə deyim, hamı deyəndə mən analitikada baxmışam YouTube'da. Demək olar ki, 70% auditoriyam mənim axıra kimi izləyir. Ona görə də hamınızın qabağında baş əyirəm. Öpürəm. Qısaca yadımdan çıxdı. Bayaq deyəcəydim.
Ya da başımı buraxın. Özüm elədim ki 10 dəqiqədən yuxarı olsun video.